Salam dostlar, necəsiz? Changan A05, yəni Kuan A05. Bu maşın barədə dedim bir ətraflı məlumat verim. Bu maşın 1 ildir məndədir və 1 ildir bu maşında nələr dəyişilib, nələr təzələnib, nələr təzələnməyib. Ümumiyyətlə öz şəxsi fikrimi bəlli eləyim. Həm də ki, bəzi suallara cavab verim. Bəli dostlar, maşına əyləşdik və maşını xoda salırıq. Niyə? Çünki düzdür, hibrit olduğuna baxmayaraq maşını yenə də xoda salmaq lazımdır. Bunun üçün daxil oluruq bura. Mora basırıq və bu işarəsi var. Mora basırıq, maşın xodlanır. Yenə də buraxırıq və 1 dəqiqə gözləyirik maşın tam qızsın. Bu belə deyək, maşının getməyinə, Porsche-lə yağlanmasına, yəni motorun uzun ömürlülüyünə daha çox qalmasına səbəb olur. Dostlar, bir də məndən çox soruşurlar ki, hansı rejimdə sürürəm, yəni göstərmək istəyirəm. Daxil oluruq drive-a, buradan hibrit mod, komfortable, yəni komfort. Eko ilə sürmürəm, çünki eko ilə maşın boğulur. Komfort, normal, brake mod, normal. Yəni sakit bir modda hardasa görəsiz nə qədər yandırır. 5 litr. Gördüyünüz kimi 5 litr yandırır. Ümumi şəkildə belə. Bu Changan A05 75'liği sayılır. Bunların yüzlü 125'liği de var. 75'liği nədir? Güya 75 kilometrdir, amma düz deyil. Əslində olaraq 53 kilometr gedir və özü şarj olanda, yəni belə deyim, özü şarj olanda 80%-ə qədər şarj olur. Maşın motordan əgər şarj edirsə 80%-ə qədər şarj olur və bu ilə də hardasa 32 kilometr gedir təxmini. 125'liklər də var, 125'liklər də ki, hardasa səhv eləmirəmsə 80 ya yaxud 100 kilometr gedir, çox getmir. Yəni belə. Bir də məndən soruşurlar ki, Changanla BID-nin fərqi. Məncə yəni 1 ildir sürürəm və dostlar, tanışlarda da var, BID də var. Kuan'dır, nə deyəm, o da səhv eləmirəmsə. Yəni 1 ildir sürürəm və 1 ilin ərzində belə deyim də fərq bundan ibarətdir. Maşında BID-də güzgülər, bunda güzgülər qatlanır. Yəni göstərə bilərəm. Basırsınız bu knopkanı, güzgülər qatlanır və obratlı bu knopkadır. BID-də o yoxdur. Luku var, bunun luku var. Yəni göstərə bilərəm sizə. BID-də o da yoxdur. Sonra başqa nə özəllikləri var? Dəmir demək olar ki, eynidir. Ay dəmir nazikdir, ay falan da bəş məkandır. Yəni ki 25-in, 26-nın maşınları hamısı elə gəlir, bütün dəmirlər elə gəlir. Yəni daha ən bahalı maşınlar da elə gəlir. Əsas testləri keçməkdir. Mən biləni bu maşınların hər ikisi də yaxşı nəticə göstərib testlərdə, crash testlərdə yəni. Və bir də özəlliyi ondan ibarət ki, bu maşında Changan A05-də əgər BID ilə bir yerdə tutulursa, bu maşında yəni 360 dərəcə kamera var. Buradadır. Buyurun. 2D və 3D. Hal-hazırda görsənir. Baxa bilərsiniz. 2D və 3D. Və arxa qabaq. Yəni BID-də o elə bir funksiya yoxdur. Təbii ki, bunda yaddaş kartı da var ki, hansı ki bura taxılır. Bu yerə taxılır və qoltuq altındadır və zapis edir. Maşın dayandığı yerdə belə, yəni axşam evə gedəndə belə zapisi qoya bilərsiniz və maşına kimsə yaxınlaşanda hələ zapis eləyəcək, göstərəcək sizə. Təbii ki, bu bir ilin ərzində toxunacağım ən qlobal mövzu odur ki, benzin. Bu maşın 92 ilə gedir, sürənlər də var.
Mən də maşına 92 benzin tökdüm, vurdum və maşın motordan toka keçəndə və yaxud tokdan motora keçəndə bir qəribə səs başladı çıxartmağa, o dəmir-dəmirə dəyər. Bütün ustalar demək olar ki, yəni tanınmış ustalardan soruşdum, 90% ustalardan soruşdum Bakı üzrə. Çox adam elə eyni sözü dedi, benzin. Elə də benzin oldu, çünki mən sonra keçdim 95-ə və ondan sonra səslər kəsildi. Yəni bu qədər bəsit. Onun üçün məsləhətdə elə 95-dən sürməkdir. Düz 5 litr yandırır, yəni fərq o qədər də şey deyil, qlobal deyil. Yəni baxın da yenə də siz bilən məsləhət.